Günah televiziyasının bütün tamaşaçılarını salamlayıb sizlərə iki şey arzulamaq istəyirəm. Böyük tamaşaçılarımıza arzum budur ki, balaca tamaşaçılarımız kimi saf və səmimi qalsınlar. Balaca tamaşaçılarımıza isə arzum budur ki, böyük tamaşaçılarımız kimi ağıllı, savadlı və bilikli olsunlar. Günah televiziyasını izləməyə davam edin, əmək dərsində görüşərik. Salam Günah televiziyasının balaca əməksevər tamaşaçıları. Əmək dərsi proqramı yenidən efirdədir və Günah televiziyasının Bakı studiyasından sizi bir daha salamlayırıq və bizim komandalarımızı. Görək bugün əmək dərsində hansı komandalar iştirak edir və onlar özləri haqqında məlumat versinlər. Əsgərzadə Şəhəmiz 4-cü sinifdə oxuyuram. Komandamızın adı Günəş komandasıdır. Günəş komandasının daha bir üzvü özünü təqdim etsin. İbadallah və Hökumət 4-cü sinif şagirddir və sevdiyim fən idmanla əmək fəndidir. Və sizin rəqib komandanız artıq işə başlamaq üzrədir, amma gəlin əvvəlcə onlarla tanış olaq. Əsgərzadə Zülfüqar 4-cü sinif şagirdi, xoşladığım fən riyaziyyatdır, komandamızın adı İdeal. İdeal və Günəş komandası bugün əmək dərsində əməlli başlı yarış nümayiş etdirəcək və sənin Tuanov Məlikəli 4-cü sinifində oxuyuram və komandamızın adı dostumuzun dediyi kimi. İdeal komandası. Bəli. Uğurlar hər iki komandaya və ekran qarşısına yerləşən dostlarımıza 3w.günaz.tv saytımızı xatırladıram. Bu saytda durmadan məktublar yazırsınız və belə məktublardan birini də bizə Ruqiyyə və Nəcibə adlı tamaşaçımız yazıb. Onlar qarın yağmasını böyük məmnuniyyətlə, səbirsizliklə gözləyirlər və elə bu baxımdan da onlar bizdən buzlu saray hazırlamağını xahiş ediblər. Uşaqlar, buzlu saray hazırlaya bilərsinizmi? Bunun üçün bizim düz 30 dəqiqə vaxtımız var və 3 mərhələdən ibarətdir bizim dərsimiz. Birinci mərhələmizdə siz plastilindən, rəngli kağızlardan və yapışqandan istifadə edəcəksiniz. İkinci mərhələmizdə biz əl işlərimizi rəngləyəcəyik və boyayacağıq. Üçüncü mərhələmizdə isə biz hazırladığımız əl işi haqqında məlumat verəcəyik. Ekran qarşısına yerləşən dostlarımıza. Hazırsınızmı? Bəli. Elə isə irəli. Birinci mərhələmizə başladıq. Və bu mərhələ dostlarımız gördüyünüz kimi buzlu saray hazırlayacaqlar, bacarıqlı əllərin köməyi ilə təbii ki. Buzlu saray, görürsün bu saraylar harada yerləşir? Gəlin komandalara bu sualı verək. Ümumiyyətlə, buzlu saraylara rast gəlmişsiniz indiyə qədər? Buzlu saray heç vaxt. Amma bugün əmək masalarımızda biz buzlu sarayı yaradacağıq, hə? Bəli. Səncə, buzlu sarayı yaratmaq üçün insan isti geyinməlidir, yoxsa isti geyinməlidir? Yəni, plastilin sizi dondura bilərmi? Yox. Yox. Buzlu saray. Hər iki komandaya uğurlar arzu edirik. Mən inanıram ki, buzlu saraylarımız çox maraqlı və həqiqətən də onlara baxıb biz hətta donacağıq da. Görək, rəqib komanda nə fikirləşir? Buzlu sarayda kimlər yaşaya bilər sizcə? Buzlu adamlar. Buzlu adamlar. Aha, bu sarayın hökmdarı varmı? Ola bilər. Bəs uşaqlar buzlu sarayda yaşayırlarmı? Yaşaya bilər, əgər üşüməsələr. Əgər üşüməsələr. Üşüməmək üçün də yəqin soyuq aylarda ümumiyyətlə həm də buzlu sarayda paltar geymək lazımdır. isti paltar geyinmək lazımdır. Uğurlar arzu edirik hər iki komandaya və vaxt itirmədən biz rəflərimizə yaxınlaşırıq. Sehirli rəflərimizdə sehirli işlər var. Və bu işləri bir daha ekran qarşısına yerləşən dostlarımıza nümayiş etdirmək istəyirəm. Şən klonlara tamaşa etmək istəyirsinizsə, çox da uzağa deyil, bizim sehirli rəflərimizə nəzər salmağınız kifayət eləyər. Gördüyünüz kimi 3 klon burada hazırlanıb və bu klonların əllərində məzəli əşyalar var ki, həmin əşyalarla onlar hər kəsi sevindirirlər. Məzəli işlərdən biri isə düyməciklər ailəsi adlanır. Bax, bu ailə gördüyünüz kimi 6 nəfərdən ibarətdir və onların demək olar ki, bədən orqanlarının əksər hissəsi düymələrdən hazırlanır. Dostlarımız deyir ki, belə bir şəhər mövcuddur və bu şəhərdə düyməciklər ailəsi yaşayır və bir-birləri ilə mehribancasına yola gedirlər. Bugünkü mövzumuzsa hər kəsə üşütmə və soyuqluq gətirən
Buzlu Saray adlanır. Ekran qarşısında əyləşən dostlarımız, əgər siz də yeni mövzularla bizə müraciət eləmək istəyirsinizsə, Günaz televiziyasının saytına daxil olun və öz məktublarınızı bizə göndərin. 3w.günaz.tv saytı sizin xidmətinizdədir. Maraqlıdır ki, komandalar hal-hazırda hansı rənglərdən istifadə edirlər? Plastilin ən çox mənə gəlir ki, bu işdə Bu sarayı düzəltmək üçün əvvəlki ürəklərdən istifadə edilir. Çünki buz həm ağ rəngdə olur, həm də biraz göy rəngdə olur. Buzlu sarayı hazırlamaq ideyası kimin tərəfindən yarandı? Yəni nə cür hazırlamağı? Sənin yoxsa sənin komanda yoldaşın? İkimizin. İkimizin. Günəş komandası iki plastilindən, yəni iki rəngdən istifadə edirlər, göy və ağ. Görək, ideal komandası nəyə görə ağ plastilindən istifadə etmirlər? Çünki biz buz rəngdən istifadə edirik ki, çünki bu buzlu qalırdı. Aha, buz həm də göy rəngdə ola bilir. Göy rəngdə olur, açıq göy rəngdə olur. Biz belə qərara gəldik ki, bu rəngdəyik. Hər iki komandaya uğurlar arzu edirik və inanıram ki, bu işlər nəinki bizim xoşumuza gələcək, hətta müsriflər heyəti tərəfindən bəyəniləcək. Çünki bir neçə aydan sonra biz dostlarımızın hazırladığı balaca möcüzələri sərgiləndirmək istəyirik. Və bu sərgidə ən gözəl əl işi bizdən əla mükafat qazanacaq və inanıram ki, bu mükafat hər bir uşağın ürəyincə olacaq. Odur ki, əl işlərinizi səliqəli və səhmanlı hazırlayın ki, hər kəsin xoşuna gələ bilsin. Birinci mərhələmiz davam edir. Düz 5 dəqiqə vaxtımız qalır ki, biz bu mərhələni sona çatdıraq. Odur ki, bacarıqlı əllərinizi çevik və səliqəli şəkildə işlədin.